Xahiş edirəm, aidiyyatı qurumlardan xahiş edirəm. Bizim bu küçəyə bir baxsınlar. Dəfələrlə qonşularımız topalaşıb getmişik şəhər soveti Fikrət müəllimi yanına. Dəfələrlə biz dərdimizi Fikrət müəllimə demişik. Heç bir köməklik eləmir bizə. Ağcabədi rayonu Şıxəli Qurbanov küçəsində yaşayan bir qrup sakin yolun bərbad vəziyyətdə olmasından şikayətçidir. Sakinlərin sözlərinə görə küçənin yolu uzun müddətdir ki, yararsız haldadır. Yağışlı havalarda yol palçığa çevrilir. Quru havalarda isə toz ətrafda yaşayan insanlar üçün ciddi narahatlıq yaradır. Vətəndaşlar bildirir ki, bu problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də heç bir nəticəsi olmayıb. Vətəndaşlar kanalımız vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək yaranmış problemin həll olunmasında onlara köməklik göstərilməsini xahiş edirlər. Ətraflı onların öz dilindən dinləyək. Deməli, əziz dostlar, Ağcabədi rayonunun Şıxəli Qurbanov küçəsindəyik. Burada bir neçə çox saylı vətəndaşların xahişi ilə, zəngi ilə gəlmişik. İndi bizə rayonun blogeriyik də. Cənab prezidentimiz deyir ki, bizə siqnal ötürün. Gördünüz, danışın, bizə deyin. İndi düzdür, bəzən deyirlər ki, gözəllikləri görməzdən gəlirlər. Həqiqətən də qəşəng belə gölümüz də var, hər şey var. Bilmirəm bu sakinlər nədən narahatdır. Bu dəqiqə cəmaət bu gölü axtarmaq üçün ora-bura üst tuturlar. Həqiqətən də gördüyünüz bura hansısa bir balıq gölü deyil. Bura Şıxəli Qurbanov küçəsidir. Təzə adında inşallah altdan qeyd edirəm. Tam dəqiq bilmədiyim üçün Vahid qəbristanlığını bir balaca keçdik, sağa döndük, gəldik bu küçəyə. Bu küçənin sakinləri çox narahatdılar. Deyirlər ki, Rəhət müəllim, hələ sən gəlib çatmısan o gölün quruyan vaxtına. Həqiqətən də yəni bura çox acınacaqlı vəziyyətdədir. Küçənin dönəcəyini də sizə göstərəcəm. Bu küçədə nə küçə işıqları yoxdur, nə də ki yol bərbad vəziyyətdədir. İnşallah ki, aidiyyatı qurumlar bura əl gəzdirərlər. Yenə deyirəm, mən burada insanları, bəzi qardaşlar deyir ki, dəyanət gedib qapı-qapı döyür, insanları çağırır ki, çıxın, yığışın, ya sudan, ya yoldan şikayətçi olun. Allahım şahid ki, mən onu heç vaxt eləmirəm. Kim nə edirsə, Allah görür. Bax, bu gördüyünüz ağsaqqallar, qardaşlar, hər biri oğul, övlad, nəvə sahibləridir. Deyir ki, bizim övladlarımız məktəbə salamat yola salırıq, üstü təmiz, qaydanda palçığın içində gəlirlər. İndi isə bunu vətəndaşların dilindən eşitək. Bunu mən öyrətməmişəm, bunları mən bura yığmamışam. Mən başqa bir yerdəydim, toplantıdaydım, görüşümüz var idi. Allahım şahid ki, bax bu vətəndaşların hamısının harayına səs verib gəlmişəm. İnşallah ki, aidiyyatı qurumlar bu küçəyə də əl gəzdirilməsi ilə bağlı nəticə çıxardalar və yaxud da burada hansısa bir işləri görərlər. İnsan stop ver, özünüzü təqdim edin, nə olur? Küçənin sakini Ələkbərov Azər. Özüm də qazi atasıyam. Aidiyyatı orqanlara, icra hakimiyyətinə də, şəhər sovetində də müraciətimiz olubdur. Yəni vəziyyət haqqında məlumat vermişik. Siz də çox sağ olun, gəlib burada çəkiliş aparırsınız, bizim səsimizə səs verirsiniz. Elə başa düşürük ki, yəni bundan sonra inşallah aidiyyatı qurumlar bu küçənin işıq sisteminin çəkilməsinə, bu yolla bir əncam çəkilməsinə, asfalt örtüyünün vurulmasına köməklik eləyərlər. Rıfıq Bəhruz Ağaoğlu, hal-hazırda pensiyacıyam. Nəvələrim də 5 nəvəm dərsə gedir. Hər səhər çiçək kimi tərtəmiz yola salırıq. Günorta evə qaydığında palçının içində gəlib çıxarmır. Tamamilə suyun içində olur. Xahiş edirəm, aidiyyatı qurumlardan xahiş edirəm. Bizim bu küçəyə bir baxsınlar. Dəfələrlə qonşularımız topalaşıb getmişik şəhər soveti Fikrət müəllimi yanına. Dəfələrlə biz dərdimizi Fikrət müəllimə demişik. Heç bir köməklik eləmir bizə. Axırda Dəyanət müəllimi özümüz gedib, xahiş edib gətirmişik küçəyə ki, gəlin siz də baxın. Siz də şahid olun ki, göl küçə nə vəziyyətdədir. Xahiş edirəm sizdən, bizə mümkün qədər köməklik eləyin. Küçəmizdəki qaydasındadır, palçığın içində. Aidiyyatı qurumlara bir neçə dəfə müraciət eləmişik. Elə bu gün sabah hələ ki bir şey yoxdur. Bu yaxınlarda da küçəmizdə də bilir, burada bu küçədə, bu evdə yas yeri düşdü. Allaha and olsun, bizi tanıdıq, xəcələ çəkdik. Palçığın içində çox xəcələ çəkdik. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyət qurumlara və Allaha qalır.